Salam, hörmətli izləyicilər. Yosif Vissarionoviç Stalin bu şəxsə nəinki xaricə getməyi qadağan etmişdi, hətta deməli Leningrada da getməyi qadağa qoymuşdu, yəni Moskvanı tərk eləyə bilməzdi. O çox güclü bir cərrah idi, ürək cərrahı idi. O Kreml işçilərinin və partiya üzvlərinin demək olar ki, əksəriyyətində ürəyində olan problemləri bilirdi və onların bir çoxlarını əməliyyat etmişdi. Stalinin ürəyində hansı problem var, Beryanın ürəyində hansı problem var, Molotovun ürəyində hansı problem var, infarktı və kim özünü bilərəkdən xəstəliyə vurur, bunların hamısını o gözəl bilirdi və onun əsərləri, məqalələri demək olar ki, çox ölkələrdə tərcümə olunmuşdu və böyük tirajla da satılırdı. 1948-ci ildə Helsinkidə beynəlxalq bir konferansa dəvət alır və hər bir şey hazırdır, bütün sənədlər qaydasındadır, bilet alınıb və qəflətən getmək qadağası qoyulur bu şəxsə. Bu zaman hamı şoka düşür və onun deməli Helsinkiyə beynəlxalq konferansa getməyi baş tutmur. Yenidən 1951-ci ildə onu yenə də deməli xarici ölkələrdə görmək istəyirlər. Yenə də buna qadağa qoyulur. Dediyim kimi nəinki xarici ölkələrə, hətta Leningrada getməyə bu qadağa qoyulmuşdu və onun deməli fəaliyyəti ancaq Moskvada ola bilərdi. Bu şəxs deməli ürək damar cərrahı Aleksandr Bakulov idi və o çox gözəl bir cərrah idi. Lakin o demək olar ki, Stalinin ölümündən sonra ona icazə verildi. Yəni xarici ölkələrə getməyə 10 ildən sonra, o da ki, yalnız deməli sosialist ölkələrinə səyahət eləyə bilərdi. Ona heç dediyim kimi, yəni Stalinin dövründə Leningrada da getməyə icazə verilmirdi. Çox məşhur, görkəmli bir akademik olub. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.